Nəhayət həmin vaxt gəlib çatdı. Soyuq əlləri istiyorlar yarmarkası açıldı. İlin ən sevdiyim zamanıdır. Gəlin mənimlə yarmarkada məhsulları sınayaq. İlk şokolad stendindən başladım. Bilirsiniz yəqin, bura yarmarkanın magnoliyaları ilə məşhur stendidir. Yeni məhsulları var, adı da Belmio. Məhz özlərinə aiddir. İçində keks, partlayan şəkər, üzərinə dop-dolu Nutella var idi. Bu arada hər birinin qiymətini aşağıda qeyd edəcəm. Dadı bəs necə idi? Möhtəşəm. Nutella olan bir şey necə pis ola bilər axı? Eyni zamanda həm çələkli, həm şokoladlı, həm də Dubai Magnoliyanı yoxladım. Hər biri çox dadlıdır, amma mənim favorim çələkli olandı. Belə çay da sadəcə 1 manata aldım. Buradan da keçdim mandu stendinə. Bura keçən ildə mənim favorim olub. Yarmarkanın ən rahat yeməklərindən biridir. Təsəvvür edin, aşağıda içki, yuxarıda isə mandu. Dəhşət rahat bir şeydir. 3 növ sos ilə təqdim edirlər. İstədiyinizi seçə bilirsiniz. Mən sweet chili seçdim. Dadı da həmişə kimi əladır. Yaxşı ki, Bakıda belə bir yarmarka var. Həqiqətən şəhərə əsl yeni il havası qatır. Ümid edirəm bu yeni il hamıya uğur gətirər. Siz də mənim kimi yeni ili və yarmarkanı sevirsiniz. Aşağıda qeyd edin.